Salam olsun hər kəsə. Qısa danışacağım, yormayacağım sizi. Jesse haqqında danışacağım. Təzə videosunu gördüm. Vaqa ilə canlıya qoşulub. Vaqa deyir, bir dənə ekran kaydın çıxıb. Saqqallı qaqaşla falan. Jesse də deyir ki, hə, o Azərbaycana gəlsə, mən onun başını özüm qırxacam. Nöqtəni burada qoyuram. Jesse, sən maksimum başını qırxa bilərsən. Bununla da giriş eləyirəm. Mən sənə mənim canlıma qoşulandan sonra dedim nömrəmi yaz. Nömrəmi də yazdım sənə. Təhqir yazdım. Dedim zəng vurmayan da belə olsun. Nə zəng vurdun, nə mesaj yazdın. Heç bir şey eləmədin. Yəni nömrəmi göndərdim sənə, nömrə göndərmədim. Sadəcə qısa fraqment keçim. İnsanların pulu ilə özünə həyat qurursan. İnsanların atdığı pulla özünü kişi hesab edirsən. İnsanların atdığı hədiyyələrlə ayaqda durursan. İnsanlar sənə hədiyyə atmasalar, əynivə tuman alacaq qədər belə cibində pulu olmayan adamsan. Günü bu günə gəlir insanlara yardım edən bir insan kimi görünmək istəsən belə, kimsə canlıya qoşmaqla deyil. Sənə atılan hədiyyələrlə gedib maşın alırsan. Sənə atılan hədiyyələrlə aldığın maşını sat kiməsə kömək elə. Ol, əla, bomba hörmətli oğlan. Ola bilməyəcəksən. Kimsə də mənə deyə bilməz ki, maşını sat sən elə. Çünki mən kiminsə atdığı hədiyyə ilə bu maşını almıram. Bu saatı, bu telefonu və yaxud da bu telefonu kimsə atdığı hədiyyələrlə mən almıram. Bu 14, 15, nə bilim bu telefonları. Mən bunu işləyərək, əziyyət çəkərək. Mən indi qədər TikTokda mənə hədiyyə atın deyə canlı açmamışam. Sadəcə bunu demək istəyirəm. İnsanlar kasıb yaşayır. İnsanlar sıxıntıda yaşayır. Jesse'ni izləyən insanlar 12-13 yaşlı insanlardır, like eləyirlər. Bu da sevinir ki, mənim izləyici kütləm var. Yoxdur, onlar atasının, anasının gətirdiyi çörəklə qarnını doyuzdurub, pulsuz evindəki Wi-Fi-yə qoşulub, əlindəki kredit telefondan sənin ekranını bəyənənlərdir. Amma əsl düşüncəli insanlar mənim direktdə, şəxsidə minlərlə mesaj gəlib ki, qazisindən, veteranından tutmuş, sıradan adamından tutmuş, 3 uşaq atasından tutmuş. Qardaş, biz sürünürük, biz sıxıntıdayıq, biz ölürük. Biz burada uşağımıza pampers belə ala bilmirik. Yəni, bu kimi cümlələr daha ciddidir. Yəni, sənin izləyici kütlən sadəcə cılız və uşaqlardır. Özü var apskoya parmağın, canlıda deyirsən ki, başını qırxacam. Niyə içərdə yaxşı başını qırxıblar sənin? İçərdə bəlkə də üzvə nələr deyiblər sənin. Amma qayıdıb deyərsən ki, paqonun söyüşü, sözü, nə bilim, sayılmır. Nə bilim, seriozna deyil. Sizin biraz belə danışıq tərziniz var axı. İnsanların atdığı hədiyyələrlə ayaqda durursan. Sənin etdiyin variant çöldə metro qabağında oturub əli ayağı yerində olub dilənən adamdan heç bir fərqi yoxdur. Əgər fəhləlik yaxşı bir şeydirsə, niyə fəhləliyi buraxdın? İndi fəhləliyindən öyünə danışırsan ki, mən fəhlə olmuşam. Demək ki, ölkədə fəhləliklə belə ayaqda qalmaq çox zordur. Obraz tapıb özüvə, TikToka girib, özü belə aparıb, 42-45 kilo çəkim var. 5-6 ay bundan qabaq 90 kilo olmuşam. Sağ qolumun ölçüsü 47 idi. Sənin kürəyindən 50-dir. Normal kişinin beli ilə, kürəyi ilə götü eyni ölçüdə olmaz. Belə gəlməz. Ən azı bək kürək bir formada gəlir. Bir get güzgüdə özündə bax. Sonra canlıya kimləsə qoşulanda mən beləyəm. Allah üzbə-yüz gələ sən deyə bilər. Bu agresiyanı qarşımıza əyərək insanları qorxutmağa çalışma. Və sən bilirsən mən Azərbaycana gəlməyəcəm deyə rahatlıqla deyirsən Azərbaycana gəlsən. Qırxan adamsan, verərəm qırxarsan, heç bir problem deyil. Sən doğulmuş bic, anan bəlli olmayan adam, TikTokda oturub cəmaatın pulu ilə hörmət qazanıb, ayaqda durursan, özünü də insanlardan daha qat, üstün və hörmətli göstərməyə çalışırsan. Başa düşdün bunu? Bunu eləmək lazım deyil. Kişisən, gedişdə əziyyətli çək, puluvu qazan. Qazana bilmirsən, əziyyət çəkirsən, narazılığını bildir ki, ey insanlar, mən də sizin kimi əziyyət çəkirəm. Düzdür, bu ölkədə işləyib pul qazanmaq çox çətindir. Ona görə mən normal həyatda üzdən irağın biriyəm, bura girmişəm özümü seriozdan adam hesab eləyib, özümü qaşımı gözümü əyərək, insanları ciddi göstərməyə çalışıram. Kimə ciddi göstərə bilərsən, amma bizə o ciddiliyin keçərli deyil. Çünki mən lazımı bir ciddi şəhərdə dünyaya gəlmişəm, Lənkəranda böyümüşəm, küçə həyatında da yaşamışam, sıxıntılı həyatlarda da yaşamışam, o fəhləlikdən mən də etmişəm, sıxıntılı günlər də görmüşəm, oturub TikTokda dilənməmişəm və yaxud da hər hansı bir sosial şəbəkədə
video çəkib ya da özümü şey kimi göstərib kimlərinsə hədiyyəsinin, pulunun hesabına ayaqda qalmamışam. Bu gün Amerikaya da gəlməyim, öz şotumadır, öz evimi satıb gəlmişəm. Sən ki TikTokda özünü qeyrətli adam kimi göstərirsən, deyirsən Amerikada oturan belə falan. Bəs sən öz millətini sevənsənsə, niyə bir dənə qızla kimliyindən asılı olmadan, yaxşı ya da pis olsun, canlıya qoşulan qıza canlıda sual verirsən, xanım deyirsən, anama da xanım deyirsən, ona da xanım deyirsən. Deyirsən ki, sikişmirsiniz, güya ki, içki içmirsən sözün deyirsən. Sənin ləhcəvə işin. Deyim, nə deyim, bilmirəm. Yəqin, anava da belə deyirsən, harası gedəndə. Öz ailə üzvlərinə də belə deyirsən, yəqin. Ailə üzvlərim, sikişmirsiniz siz. Onlar da başa düşməyib, sözün açıqlamasını səndən istəyirlər. Yəqin, ailə içində də belə danışırsan. Mən pis ola bilərəm. Mən pislə hər yerdə pisəm və özümü də həmin adama pis kimi göstərirəm. Yaxşı ilə də yaxşı kimi göstərirəm. Yalandan hər kəsə yaxşı göstərib, sətiraltı söyüşlə kimləsə danışmıram. Ya birbaşa həmin adamın düzgün yolda olmadığını bildiyim halda o adamı necə bir adam olduğunu ona izah edirəm, ya da sətiraltı ona nəsə söz soxmuram. Sənə demişdim, zəng vur mənə, vurmadım. Əgər zəng vurmayacaqdınsa, sonradan təzdən yenidən başqa canlılarda mənim haqqında danışacaqdınsa, bu kişili deyil. Sənin qeyrətin və namusun yoxdur. Namusun olsa, heç kəsim yoxdur, mən üçün təhqir yazmışam, şəxsi mesajda. Mən nömrə yazmışam, cavab verməmişsən. Əgər durduq yeri kiminsə anasını, atasını təhqir edirsənsə, onun qarşılığını bildiyin halda edirsən. Mən sənə nömrə yazdım ki, məni yığ, amma sən söyüş yazdın. Bax, qarşılığı da budur. Anavın telefonuna yaxşı bax. Mənim Azərbaycanda çəkib ona atdığım köhnə lütçəkillərimi görəcəksən. Bir də ki, adını dəyişsən çox gözəl olar. Mənim bir dənə dişi itim var idi. Küçədə nə qədər it görürdü, hamısı ona minirdi. Bütün küçədəki itlərə verirdi, erkək itlərə. Adı da Jesse idi. Özvə kişi adı qoy, kişi ləqəbi qoy. Jesse. Amerikada ən bahalı cırıqların birinin adı Jesse Noir-adır. Yadında saxla. Əgər o adla qabağa getmək istəyirsənsə, tərbiyəsiz sayta girməkləri məsləhət gör.